Her zaman bazarlıq videosunu çəkəndə xanımlar mənə deyirdi ki, yerləşdirmə videosunu da edin. İndi çalışacağım ki, maksimum dərəcədə sizinlə birlikdə yerləşdirim. Nələr almışam, onu göstərmək istəyirəm. Yeri yoxdur deyə bura qoydum. Mən makaron olaraq Rolton makaronlarını sevirəm. Və bir firma var. İndi çıxsa deyəcəm sizə. Barilla. O firmanın makaronlarını sevirəm. Batımcan almışam 1 kilo. 2 dənə iceberg kahı almışam. Burada ət var. Sümüksüz ətdir. Daha sonra burada kahılar var. 2 dənə kahı. 3 kilo kartof. 2 kilo soğan. Düz var. Bunun içində 4 ədəd toyuq var. Siyazənin toyuqlarını alıram həmişə. Daha sonra lavaş. Yumurta. Evdə var idi ama yenə də aldım. Slabadanın mayonezi. Bunun mayonezi çox dadlı olur. Daha sonra belə içi biberli zeytun. Siyazənin filesi. Daha sonra tamaşanın düyüsü. Halal nimət mündərkəsinin sosiskası. Sonra yamaçın belə mini sosiskalarından. Super fresh'in kartof frisi. İçində göyərtilərdir. Neçə ədəddir bilmirəm. Burada yəni düz yazmayıblar. İçində çox olmalıdır. Bir 10 dənədən çoxdur. Yemək olmayanda tez bazar atışdırmaq üçün roltonlar. Səhər yeməkləri üçün ballı kukuruz. Rio Santa markası da çox yaxşıdır. Əslində mən bunu sifariş etməmişdim. Barbekü sos sifariş etmişdim. Onun yerinə bunu qoyublar. Meksikan çili. Bu da çox ləzzətlidir. Əgər acı sevirsinizsə, mütləq bunu alıb yoxlayın. Mən 1-2 dəfə almışam, çox bəyənmişəm. Soslardan davam etmişkən bunları göstərim. Heinz'in Caesar sosu. Ferrero şərabı. Çox dadlıdır bu firmanki. Heinz'in Caesar sosu. Heinz'in yəqin ki pendir sosunu sevənlər çoxdur və tapmaq qeyri-mümkündür. Ona görə tapanda da çalışırıq ki 2-2 alaq. Çox ləzzətlidir bu. Tuna balığı. Şor. Hamam. Pendir. Light pendirdir. Yarım kilo kərə yağı. Holland pendir. Hollandın bu cheeseburger pendirlərindən 2 ədəddir. Bu da belə çoxlu maya. Kabartma tozu, kakao, vanil, yine kabartma tozu, kakao, bundan sakız. Sonra belə bir İran qaymağı. Mən bunu bəyənirəm. Milan da bəyənirəm, bunu da bəyənirəm. Xiyar, qatıq, duz. Tez-tez keçəcək ki, video çox uzun olmasın, sıxılmayasınız. Bu makaronu deyildim. Barilla'nın sırf bu formasını çox bəyənirik. Herkules. Qatıq. Dedim qatığım. Burada çitoslar var. Natura soğuk. Turşu, yakamızın qarışıq turşusu. Kələm, adi kələm. Kələm dolması edəcəm inşallah. Super fresh'in milföy xəmirə. Tarif. Xəngəl. Mətbəx xəngəli yerləşim üçün almışım. Alışqan. Ancaq uyuyor. Dolmaqın 1 kilo onu evdə də var idi. Amma ehtiyatda olsun deyə bir dənə də aldım. Balqabaq tulum. Əslində semişki əvəzi balqabaq tulumu çox çıtlayırıq və xeyir də həm də. İndi arada bir simçika alırıq xeyir. Əsasən balqabaq tulumu alırıq gündəlik olaraq. Bunlar onsuz da gündəlik alınır, amma yenə də belə ümumi bazarlıqda alırıq. Betati. Mən ən çox tesi bəyənirəm. Yox idi o tesin balaca ölçüsü. Biz çox belə dəmləmə çay içmirik. Əsasən adnarazıvı içirik. Evdə olsun deyə aldım.
kimsə gələni dəmləyirik. Adına razı olsa, tamam. Yoncanın qarğıdalı yağı. Bu firmanı da bəyənirəm, kırlangıçı da bəyənirəm. Daha sonra istiyor bulyonlar. Buzdolabı poşeti, diş pastası, pingvin paketler. Bu da York firmasının, bu firmanın məhsulları çox qəşəng olur. 2 ədəd çeyrək ətirli bezidir. Heç belə ətirli bez istifadə etməmişəm. Yoxlayacağım. Çox uzun, bilmirəm neçə ədəddir içində. 24 ədəddir. 24 ədəddə süngərlər. Mən çox istifadə edirəm süngər. Tez-tez dəyişirəm. Stəkana, qaba ayrı-ayrı istifadə edirəm. Hamamda ayrı, yəni lazım olur da, çox lazım olur. Yəni mən bu bir paçkanı 2 aya bitirirəm. Belə uzun bir paçkanı. Hamının olmazsa olmazı o salfetlər. Səhv etmirəmsə hamısını göstərdim, nə var idisə. İndi bunları yerləşdirəcəm. Ən birinci süt məhsullarını yerləşdirəcəm. Buranı boşaltdım. Burada mənim qablarım var idi. Mərci, düyü, çay, belə qabları burada saxlayırdım. Onları çıxartdım. İçindəkiləri yuyacağım. Yaxşı-yaxşı hamısını tərtəmiz təmizləyəcəm. Belə selofan paketlərə yığmışam. Təmiz olandan sonra bunları içərisini dolduracağım.